Azərbaycanlı tələbələr ilk dəfə Çində keçirilən beynəlxalq texnologiya proqramında iştirak etdilər. Şeyin Akademi tərəfindən təşkil olunan və Çin Təhsil Nazirliyi ilə Çin Elm və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənən bu proqram gənclərimizə qlobal texnologiya dünyasını yaxından tanıma imkanı yaratdı. Proqram çərçivəsində onlar Çinin aparıcı universitetlərini və texnologiya şirkətlərini ziyarət etdilər. Süni intellekt, robotexnika və innovasiya sahələrində praktiki təcrübə qazandılar. Eyni zamanda Çin mədəniyyəti ilə yaxından tanış oldular. Müxtəlif ölkələrdən olan iştirakçılarla ünsiyyət quraraq beynəlxalq əlaqələr formalaşdırdılar. Proqramın sonunda əldə edəcəkləri beynəlxalq sertifikat akademik portfolyolarını gücləndirəcək və xarici universitetlərə qəbul prosesində onlara əlavə üstünlük qazandıracaq. Bu proqram sadəcə bir yay düşərgəsi deyil, gələcəyin texnologiyalarını yerində öyrənmək, beynəlxalq təcrübə qazanmaq və uğurlu karyera üçün möhkəm təməl yaratmaq imkanıdır.